Bu dəfə sizə 2025-ci ildə oxuduğum ən yaxşı, məni ən çox təsirləndirən kitab haqqında danışmaq istəyirəm. Kitabın müəllifi Nobel mükafatçısı Herman Hessedir. Əsər isə Siddhartha adlanır. Bu kiçik həcmli əsər məni çox düşündürdü, çox həyəcanlandırdı. Axıcı dili, maraqlı mövzusu var. Və eyni zamanda mən bu kitabı niyə bu qədər gec oxumuşam, niyə indiyə qədər oxumamışam deyə təəssüfləndim. Odur ki, siz əgər hələ də bu kitabı oxumamısınızsa, bu videonu izləyən kimi mütləq bu kitabdan tanış olun. Əmin olun ki, çox bəyənəcəksiniz. Kitab nədən danışılır? Herman Hesse bu əsərində insanları yenidən mənəviyyata, özünü axtarmağa, özünü tapmağa səsləyir bir növ. Kitab Siddhartha adlı bir gəncin, qəliblərə sığmayan bir gəncin həyatını əks etdirir. O nüfuzlu bir ailədə dünyaya gəlsə də bütün o var dövlətdən, ad-sandan imtina eləyir və axtarışa çıxır. Axtarışa çıxarkən o meşədə yaşayır, samana həyatı yaşayır, oruç tutur, astek həyatı yaşayır, müxtəlif yollara girir, tacirlik eləyir, eşrətə qurşanır, ata olur və s. və s. müxtəlif şəxslərlə görüşür. Həyatın mənası, müdriklik nədir? Bunun axtarışında olur. Bu axtarışlara heç bir nəticə verməsə də, sona yaxın o bir şəxslə tanış olur və həmin şəxslə tanış olmaq onun həyata baxışında dəyişikliyə səbəb olur. Mən tam danışıb əsərin marağını və itirmək, azaltmaq istəmirəm. Sadəcə bir-iki maraqlı məqamı sizinlə bölüşmək istəyirəm. O atası ilə o ayrılma məqamında bir tərəddüd yaşayır. Atası ilk olaraq ona icazə vermir, amma sonda oğlunun inadını görüb tabe olur və ona icazə verir. Həmin dialoqda atasının bu cavabı mənim çox xoşuma gəldi. Meşəyə girəcəksən və saman olacaqsan. Əgər meşədə səadət tapsan, gələrsən və mənə də səadətin nə olduğunu öyrədərsən. Yox, əgər məyus olsan, yenə də geri dönərsən və bizimlə birlikdə yenidən tanrılara qurban verərsən. İndi isə get, ananı öp və hara getdiyini ona de. Mən isə çay qırağına gedib ayın üçün yunacam. Yəni burada əslində xoşuma gəldi. Ata yəni bunu küsmür, bunu övladlıqdan çıxarmır, üzülür, narahat olur, getməyini istəmir, amma eyni zamanda ona da o şansı verir və deyir ki, nə zaman qayıtsan, yəni mən səni gözləyəcəm. Burada oruç tutmaqdan, səbirli olmaqdan da danışır Siddhartha. Deyir ki, çox xeyri var cənab. Əgər bir insanın yeməyə heç nə yoxdursa, onda ən ağıllı iş oruç tutmaqdır. Məsələn, əgər Siddhartha oruç tutmağı bacarmasaydı, onda bugün nə iş olur olsun qəbul edəcəkdi. İstər sənin yanında, istər başqasının. Çünki acılıq bunu ona vadar edəcəkdi. Ancaq belə də Siddhartha sakitcə gözləyə bilir. O səbirsizliyin nə olduğunu bilmir. Sıxıntı çəkmir, uzun müddət acılığa tab gətirir və buna da gülür. Orucun xeyri bundadır, deyir. Və sonlara doğru maraqlı hissələrdən birisi də budur ki, axtarmaqla bağlıdır. Axtarmaq bir məqsəd üçün yaşamaqdır. Tapmaq isə azad olmaq, qapıları taybatay açmaq heç bir məqsədin olmamasıdır. Ey hörmətli insan, çox güman sən həqiqət axtarırsan. Çünki öz məqsədinə can atarkən gözünün qabağında olan bəzi şeyləri görmürsən. Və nəhayət sonda mənim çox sevdiyim bir hissəni də oxuyum və bunu da kitabı yekunlaşdırım. Govinda, indi sənə deyəcəyim o fikirlərdən biri budur. Müdrikliyi paylaşmaq mümkün deyil. Hansısa müdrik nə vaxtsa müdrikliyi başqasına öyrətməyə çalışsa, bu həmişə axmaqlıq kimi səslənəcək. Zarafat edirsən? Govinda soruşdu. Yox, zarafat etmirəm, ciddi sözümdür. Mən sadəcə gəldiyim qənaəti söyləyirəm. Biliyi başqalarına ötürə bilərsən, amma müdrikliyi heç cür. Müdrikliyi tapmaq olur, onu yaşamaq mümkündür. O sənə yol göstərə bilər. Səninlə birlikdə xariqələr yaradar. Amma onu izah etmək və başqasına öyrətmək qeyri-mümkündür. Bu, gəncliyimdə içimdə dərindən hiss etdiyim bir həqiqətdir və məhz bu hissə görə mən ustadlardan uzaqlaşdım deyir. Mən də bu kitabı sizə izah edə bilməyəcəm, amma bu kitabı oxusaz, əmin olun ki, çox bəyənəcəksiniz. Hələlik sizi Siddhartha ilə baş-başa buraxam və növbəti videolarda, növbəti kitablarda görüşmək ümidi ilə.